Təklif nədən ibarətdir? Təklif ondan ibarətdir ki, 3-cü və 4-cü hallar istisna olmaqla, yəni mən dedim, işçinin təşəbbüsü və işə götürən təşəbbüsü və işçinin razılığı olan hallar. O hallar istisna olmaqla. Digər hallarda əmək məziyyətinin əsas hissəsinin növbəti iş və ya təqvim bilinə keçirilməsinə yol verilmir. Gəlin bunu misalla aydınlaşdıraq. Misal olaraq, Anar Bayramov sizin işçinizdir, əmək məziyyəti 30 gündür, 6 gündə stajına görə əlavə məziyyəti var. Anar Bayramov əmək məziyyətə çıxmaq istəmir, ərizə ilə müraciət etməyib, belə deyək də, hər hansı bir xəstəliyi olmayıb, yəni məziyyət dövrünə düşən, eczamiyə getməyib, məziyyət dövrünə düşən, yəni 3-cü halda nəzərdə tutulmayıb və işə götürən də onun məziyyətə getməsinə etiraz etmir və işə götürən istəyir ki, o məziyyətə getsin. Amma işçi ərizə yazmır, yəni deyir ki, yox, mən ərizə yazmıram, mən getmək istəmirəm. Bu zaman Anar Bayramovun 36 gün demişdik, onun 30 günü artıq bir növ, belə deyək də, istifadə olunmadığına görə biz onun yalnız 6 günlük növbəti dövrə keçirəcəyik. 30-dan hansı məsələn 10 gün istifadə edib 20 günün qalıb, amma 20 gün istifadə etmirsə, onu artıq növbəti iş ilinin üzərinə gəlməyəcək. Yəni bu çox ciddi dəyişiklikdir əgər təsdiq olunsa. Bir daha deyirəm.